الحمد لله إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن سيدنا محمدا عبده وحبيبه ورسوله أكرم رسول وخير وبشير ونذير صلى الله تعالى عليه وعلى آله وأولاده وأزواجه وأصحابه وأتباعه وخلفائه الراشدين المرشدين المهديين من بعده خصوصا منهم على الإيمان خليفة رسول الله على التحقيق سيدنا حضرة أبي بكر وعمر وعثمان وعلي وعلى بقية الصحابة والتابعين رضوان الله تعالى عليهم أجمعين اتقوا الله يا عباد الله أوصيكم بتقوى الله وطاعته إن الله مع الذين اتقوا والذين هم محسنون قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وإذا الموءودة سئلت بأي ذنب قتلت وإذا الصحف نشرت صدق الله العظيم وقال رسول الله صلى الله عليه وسلم أول ما يقضى بين الناس في الدماء صدق رسول الله فيما قال أو كما قال. Əziz möminlər, dünya tarixi ilk ən böyük doğum nəzarətini firavunların timsalında görüb. Əsarətində olan xalqların malını və yaşamaq haqqını istismar edən firavun əyanları gələcəyə dayanan araşdırmaları nəticəsində anlamışdılar ki, İbrahimin oğlu İshaqın nəslindən gələn İsrail oğulları firavunun hakimiyyəti üçün ən böyük təhlükə mənbəyidir. O təhlükəni kökündən məhv etmək üçün ideal bir yola əl atıldı: doğum nəzarəti. Və təbii ki, dövrün tələblərinə uyğun olaraq bunu firavunun əsgərləri məcburi şəkildə edirdilər. Çünki heç bir ana bətnindəki körpəsinin öldürülməsinə razı olmazdı. Firavundan günümüzdə müstəmləkə siyasəti yürüdən ölkələr də bu nəzarəti zamanlarının tələbinə uyğun həyata keçirdilər. Ancaq indi bizi firavundan və klassik imperializmdən xeyli zaman ayırır. Məsələn, firavunun əsgərləri gördükləri hamilə qadının qarnının qamışdan hazırlanmış alətlə kəsərək uşağı çıxarıb öldürürdü. Ancaq indi əl atılan üsullar dövrümüzün tələblərinə uyğun olaraq daha sivildir. Artıq nə firavunun əsgərləri, nə də digər müstəmləkəçilərin ordu qüvvələri küçələrə düşüb hamilə qadınların uşaqlarını öldürmürlər. İndi analar öz əlləri ilə övladlarını abort etdirmək üçün doktora təslim edirlər. İnsanları sadəcə bir ət parçasından ibarət mənasız bir varlıq olduğuna inandıran qüvvələr onların yalnız özlərinə deyil, övladlarına belə qənim kəsirdilər. Xaricdə yaşayan bir doktor öz etirafında belə deyir: qadınlara heç vaxt ultrasəs cihazlarına baxmağa icazə vermirik. Biz bilirik ki, onlar orada uşağın ürək döyüntülərini görsələr, heç vaxt abort etdirməzlər. Dünyada abort hallarının araşdırılması zamanı ortaya çıxan ən sarsıdıcı həqiqət, qadınların həkimlərdən təkidlə soruşduqları daha çox bu sualdır: doktor, o artıq uşaq formasındadır. Nədənsə bu sualın cavabı isə həmişə eyni olur. Yox, o sadəcə heç nəyə bənzəməyən bir ət parçasıdır. Çünki abortu təbii bir hal kimi görən həkim
Qarşısındakı qadın və onun bətnindəki körpə onun üçün sadəcə əldə edəcəyi məbləğ dəyərindədir. Onun gözündə başqa heç nə görsənmir. Necə ki, bir oğrudan polis o qədər cəmaatın gözü qarşısında niyə oğurluq etdin sualına, çünki gözlərin o anda ancaq qızılları görürdü deyə cavab vermişdi. Uzun illər bu işlə məşğul olan bir doktor öz xatirələrində yazırdı. İlk vaxtlar mən özümü qatil hiss edirdim. Ancaq təkrar bunu etdim. 20 ildən sonra mən başqa şeylər, başqa hisslər keçirməyə başladım. Pul çox önəmlidir. Buna görə də yavaş-yavaş mən qadınları heyvan, uşaqları isə sadəcə bir ət parçası görməyə başladım. Qadın məsələləri üzrə mütəxəssislər təkcə həkimlərlə bitmir. Dünyanın əksər idarəçilik institutlarında ən önəmli yerlərdən birini də aborta gələn qadınlarla davranış yolları tutur. Onlara öyrədilən ilk iki ən önəmli şey aborta gələn qadınları tez qərara gətirmək və onlara uşağını hələ də sadəcə bir ət parçası olduğuna inandırmaqdır. Əslində isə müəyyən bir dövr keçdikdən sonra ana bətnindəki uşaq ona olunan işgəncələri duymağa başlayır. Ana bətnindəki uşaqlar üzərində araşdırma aparan bir doktor araşdırmasının nəticəsində yazırdı. Öncələr həkimlər ana bətnindəki uşağın eyni ilə dünyaya gəlmiş uşaq kimi ağrı hiss etdiyini bilmirdilər. Ancaq tezliklə ana bətnindəki uşaqların da adi uşaqlar kimi ağrı hiss etdiklərini öyrəndilər. Hətta həkimlər dəmir maşanı yerli dibli qaşıyaraq götürmək üçün bətnə uzadanda onların ət parçası deyil, əslində isə canlı olan insan övladının diksinərək ana rəhminin bir küncünə qısılmasına dəfələrlə şahid olduqlarını gizlətmirlər. Təbii ki, burada günah yalnız abort edən həkimlərin deyil. Heç bir həkim Firavunun dövründə olduğu kimi zor gücü ilə kiminsə uşağını abort etdirmir. Dövlətimizin də əhalinin sayını azaltmaq kimi bir siyasəti yoxdur. Sadəcə olaraq bəzi üzdən ıraq analar öz uşaqlarını bu məqsəd üçün həkimlərə təslim edir. Təbii olaraq onların günahı daha böyükdür. Bu əməl yaşayan canlı bir insanı öldürmüş kimi böyük günahdır. Qatilin qazandığı günah qədər böyük bir cinayətdir. Allahın əmrlərinə üsyan etmək qədər böyük günahdır. Əziz qardaşlar, İslam yalnız ananın həyatı təhlükə altında olduğu zaman abort etdirməyə icazə verir. Bunun xaricindəki səbəblərdən dolayı edilən abort cinayətdir. Öz övladlarını iqtisadi bəhanələrlə öldürənlər heç də yalnız bu dövrümüzdə yaşamamışlar. İnsanlıq tarixi boyunca istər öldürən, istər də bundan maraqlı olan başqa tərəflərin tapdıqları ən önəmli bəhanə iqtisadi çətinlik olmuşdur. İllər öncə insanlar bir artımla davam etsələr, onları isitmək üçün yer üzündəki ağaclar kifayət etməyəcək deyənlər, sonradan qarşılarına təbii qaz və elektrik kimi isitmə sistemlərini gördülər. İçməli suyun kifayət etməyəcəyini deyənlər, duzlu suyun təmizlənməsini gördülər. İnsanların sayına görə ağac yetişdirmək əvəzinə, ağacların sayına görə insan yetişdirdilər. Dünyanın gələcəyini düşünənlər media ilə əlləri altında saxlamaq istədikləri ölkələrdə abort kimi usulları reklam etdirərkən öz ölkələrində bunun əleyhinə böyük bir kampaniyalar aparırlar. İllər öncə Afrikadakı müstəmləkələrindən birində bir fransız məmur belə demişdi. Bu torpaqlarda doğulan hər uşağa görə mənim vətənim Fransada bir uşaq banandan məhrum olacaq. Əziz müsəlmanlar, 1400 il bundan öncə Allah Rasulü sallallahu aleyhi və səlləm qadınlarla əhd bağlayanda əhdin ən vacib maddələrindən biri uşaqlarını öldürməmələri idi. Allah Rasulü sallallahu aleyhi və səlləmin uşaqlarınızı öldürməyin deyə qoşduğu şərt, qadınlara uşaqları abort etdirməyi, kişilərə isə onları diri-diri bastırmağı qadağan edirdi.
Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə uşağını öldürməyəcəyinə söz verən sahabə xanımlardan biri Həbil binti Əzzə belə deyirdi: Allah Resulü sallallahu aleyhi və səlləm bizimlə bətnimizdəki uşaqları öldürməmək şərti ilə əhd bağladı və mən uca Allaha and içirəm ki, bundan sonra bətnimdəki uşağı öldürməyəcəyəm. Onlar 1400 il öncə Allah və Resuluna söz verdilər və dönüş çıxmadılar. Elə isə gəlin biz də bu mövzuda uca Allaha söz verək. Söz verək ki, bu cinayəti törətməyəcəyik. Söz verək ki, qatil olmayacağıq. Söz verək ki, Allahın yaratdığı o məsum cana haqsız yerə qıymayacağıq. Söz verək və sözümüzə xilaf çıxmayaq. Ələ innə əhsənəl kələm və əblağan nizam kələmullahil məlikil azizil alləm kəmə qalallahu təalə və təbərəkə fil kələm وَإِذَا قُرِئَ الْقُرْآنُ فَاسْتَمِعُوا لَهُ وَأَنصِتُوا لَعَلَّكُمْ تُرْحَمُونَ أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن الدين عند الله الإسلام صدق الله العظيم